Hello everyone. Hər kəsə salam. Əziz 5-cilər növbəti izahımızla qarşınızdayıq. Bugünkü izahımız yeni bir qayda olacaq. Can modal feili. Can bacarıq bildirən bir modal feildir. İşlənmə qaydası affirmative, yəni təsdiq cümlələrində olduğu kimi can kimi işlənir. Özündən sonra gələn feil heç bir şəkildə qəbul etmir. İnkar idi özü ilə düzəlir. Sonla notisəcə artırmaqla düzəlir. Sualında da can özü keçir əvvələ, sual cümləsini yaradır. Məsələn, affirmative cümlədə he can play soccer deyirik. Məsələn, uşaqlar deyə bilər ki, he can-dan sonra gələn feylə s artıraq. Çünki he ilə başlayıb. Çünki biz present simple-da öyrənmişdik axı. He, she-dən sonra və yaxud da tək isimlərdən sonra gələn feillər s almalıdır. Amma modal feillərdə o qayda olmur. Ona görə də isimimiz, mübtədamız tək də olsa özündən sonra gələn feil s qəbul edəməyəcək. He can play soccer. O futbol oynaya bilir. She can kick the ball. It can dance. Gəldik negativ formasına, can'ın sonuna deməli notu qısaldılmış şəkildə yaza bilirik. Olur can't. He can't dance. O rəqs edə bilmir. She can't swim. O üzə bilmir. It can't dance. O rəqs edə bilmir. Elədirsə, başlayaq tapşırıqlarımıza. Bu çox rahat qaydadır. Ona görə üzərində çox durmayacaq. Gəlin tapşırıqlarımızı eləyərək də öyrənə bilərik. Deməli, ilk tapşırığımıza baxırıq. Birincisini bizim üçün yazıblar. Deməli, tik olanları affirmative-də yazırıq, x olanları isə negativdə. He can't walk school. Baxırıq, digər cümləmiz təsdiqdə olacaq. She can surf. Daha sonra inkarda olmalıdır. They can't eat. You can dance. We can't ice skate. Bəli, davam edirik. Deməli, sual formasını dedim sizə. Bir də sual formasının cavabında verəndə, qısa cavabını verəndə mütləq sonda hansı feillə sual cümləsi hansı feillə verilibsə, sonda onunla bitirməliyik. Əgər sualımızın cavabı təsdiqdədirsə, yes, I can, you can, she can, he can deyə, inkardadırsa, no, I can't, no, you can't, no, he can't şəklində verməliyik. Gəldik növbəti tapşırığımıza. Exercise 3. Ask question and answer about what Marta and Louise can and can't do. Deməli, Marta və Louise nələri edə bilirlər, nələri edə bilmirlər, o vaxtda danışırıq. İlk iki cümləni həm etmək formasında birlikdə, məsələn, can Marta play volleyball, no-dur deyə. İnkarda deyə no yazılıb. No, she can't. Can Louise play volleyball? Yes, he can şəklində cavab verilib. İndi biz davam edirik. Can-i yazırıq birinci sual cümləsində əvvələ keçir. Marta and Louise hər ikisi də nə edə bilir? Run fast. Görürük ki, hər ikisində də tiklər qoyulub. Deyirik ki, yes, they can. Daha sonra üçüncüsündə can Marta dance? Görürük ki, tekdir. Cavabında deyirik ki, yes, she can. Louise Bess, can Louise dance? Onda x olduğuna görə no, he can't şəklində cavab veririk. Davam edirik. Use it. Write questions for your partner with can and words below in your notebook. Deməli, bunu siz öz partnerinizlə, sinif yoldaşlarınızla işləməlisiniz.
Nə edəcəksiniz? Sual verəcəksiniz buradakı feillərinə. Can'dan sual verəcəksiniz. O əgər həmin bu feillərlə yəni sözləri edə bilirsə, run fast, sürətli qaça bilirsə, rəqs edə bilirsə, deyəcək ki, yes, I can və yaxud da edə bilmirsə, no, I can't şəklində cavab verəcək və siz də onu öz dəftərinizə yazmalısınız. Gəldik növbəti tapşırığa. Listening and vocabulary. Look at the image and check the correct answer. What does it represent? Deməli, biz bu cədvələ baxmalıyıq və dinləməni etməliyik. Daha sonra bu suala daha doğrusu cavab verə bilərik. Gəlin elə isə dinləməmizi dinləyək. Change some simple actions in your daily routine to have more energy and live a healthy life. Put your sneakers and your sweatshirt on and go to the park or your yard. Do exercise. Move your body. Do sports. Kick a soccer ball with your friends. Play basketball. Catch a volleyball. Don't take the bus to school. Walk with your friends. Save money and hang out with your friends at the same time. Food is important too. Eat healthy food. Don't eat junk food like pizza and hamburgers. Oh, and don't forget, drink water, 2 liters a day. Don't sit down and play on your cell phone all day. Take time to move. Include 60 minutes of activity in your daily routine and remember, don't go to bed late. Go to bed early every day. Come on, you can do it. What are you waiting for? Bəli, uşaqlar, dinləməni etdik və buradakı feilləri uyğun yerlərinə yerləşdirdik. Deyir, əgər enerji yoxdursa, do exercise, idman elə, kick soccer ball, futbol topuna təpik vur, təpik at, play basketball oyna, catch the volleyball, don't take the bus, deməli avtobusla getmə, walk with your friends, dostlarınla yürüyüş et, hang out with your friends, dostlarınla görüş, eat healthy food, sağlam yeməklər ye, don't eat junk food. Junk food, yəni sağlıqsız yeməklər yemə, drink water, su iç, don't drink soda, soda içmə, soda yəni qazlı içəcəkləri nəzərdə tutur. Don't sit down all day, yəni bütün günü oturma, yatağa gec getmək, yəni gec yatma və s. Deməli, bunlar uşaqlar ən infografik mətnə aiddir. An interview deyil. Interview kimdənsə interview almaqdır. O başqa bir şeydir. Doğru cavab olacaq burada ilk variant. Davam edirik. Complete the chart with expression that have similar meanings. Use the infographic to help you. Deməli, mənaları eyni olan cümlələr yazacağıq. Məsəl üçün, do exercise, idman elə. Don't sit down all day. Bütün günü oturma. Don't eat, digər tərəfdə baxırıq. Don't eat junk food. Deməkdir ki, bunun qarşılığı eyni mənaya gələcək olan söz ola bilər ki, eat healthy food. Sonra go to bed early. Yatağa erkən get. Yatağa gec getmə. Don't go to bed late. Yatağa gec getmə, yəni gec yatma. Don't drink soda. Soda içmə. Drink water. Su iç. Bəli, bu chartı da tamamladıq. İndi isə davam edirik.
Burada bir dinləmə var. Gəlin həmin dinləməni edək. Daha sonra bura tick və ya da cross qoymalıyıq. This infographic is really interesting. What do you do, Sergio? Well, I play basketball on Tuesdays. Really? So do I. Let's see. I eat junk food. I don't eat healthy food. Oh, I eat healthy food and I don't eat junk food, but I play on my cell phone all day. Really? I don't. I do exercise. Bəli, uşaqlar, dinləməni etdik və bizə verilən tapşırıqları da yerinə yetirdik. Dinləmədən də bəlli olduğu kimi Sergio və Maria'nın hansı deməli şeyləri etdiyini, play basketball, eat junk food, eat healthy food, play on the cell phone, do exercise. Bunların hansını kim etdiyini, kimin hansını etdiyini burada yazdıq. Elədirsə, davam edirik. Language in context. Complete interjection from the podcast in a chart. Use the words below. Don't eat, go, come, don't take. Imperatives cümlələrinə gəldik uşaqlar burada. Deməli, imperativ cümlələr uşaqlar əmrlər, göstərişlər və ya təkliflər vermək üçün istifadə olunan cümlələrdir. Bu cümlələrdə feil cümlənin əvvəlində olur. Mövzu, yəni subject adətən istifadə olunmur. Belə sadə zəhlə desək, imperativ cümlələr kiməsə nə isə etməyi tapşırmaq üçündür. Məsələn, sit down, otur, be quiet, sakit ol, open your book, kitabını aç, don't run, qaçma. Bu şəkildə biz imperativ cümlələri qura bilirik. Elədirsə, gəlin burada başlayaq. İki tərəfdə affirmative və negativ tərəfdə verilib bizə. Biz burada bizə verilən feilləri uyğun yerlərinə yerləşdirməliyik. Deməli, birincisini qoyublar bizim üçün, for example, ikiyə baxırıq, to the park-dırsa, deməli, go olacaq. Go to the park. İkincisində on var, come on. Come on. Daha sonra, don't take the bus school. Yazaq. Don't take. Yəni, məktəbə avtobusla getmə. Don't eat. Yemə. Don't eat junk food. Belə uşaqlar, chartı tamamladığımıza görə davam edirik. Match the beginnings of the sentences 1-6 with the endings E, F. Deməli, 1-dən 6-ya qədər olan cümlələri A-dan F-ə qədər olan cümlələrlə uyğunlaşdırmalıyıq. Gəlin, baxaq. Birincisini, for example, kimi yazıblar. İkiyə baxırıq. Don't forget. Don't forget olar. Your homework every day. Eat fruit. Eat fruit to be healthy. Yəni, sağlam olmaq üçün meyvə ye. Do to drink every day. Get up now. Get up now. Don't use cell phone. Do to drink 2 liters every day. Sonra burada don't forget bir bununla bunu yerlərini qarışdırmışıq. Gəlin düzəldək. Don't forget to drink. Do your homework. Eat fruit. Belə. Davam edirik. Look at the mates make affirmative and negative imperative sentences. Deməli, şəkillərə baxacağıq və affirmative və negativ formalı imperative cümlələr quracağıq. Gəlin, baxaq. Birinci şəkli hər zamanki kimi, for example, kimi yazıblar. İkinci şəklə baxırıq. Deməli, uşaq dərsini yazır, valideynlər TV izləyir. Yəqin atası da ona deyir ki, don't watch TV. İzləmə. Yəni, dərsini oxu. Don't watch TV. Daha sonra 3-ə baxırıq. O yeyir. Digəri isə ona yemə deyir, əli ilə göstərir. Don't eat.
Don't eat. Gəlin buradan da bunu çıxaq. Daha sonra buranı istifadə ediblər. Burada deməli uşaq nə edir? Qardaşının tişörtünü geyinib. O da deyir ki, mənim tişörtümü geyinmə. Yazaq. Don't wear my t-shirt. Digər dördüncüsü isə go to bed late. Don't go to bed late. Bəli, bu tapşırığı da tamamladıq. Davam edirik. Növbəti tapşırığımız qruplarla işdir. Work in pairs, give introduction and act them out. Deməli, bir-birinizə burada instructionlar verməlisiniz. Catch the ball, for example, kimi burada verilib. Catch the ball, drink water. Məsələn, open the door, open your books, for example. Belə instructionlar verəcəksiniz və bir-birinizlə bu tipli cümlələr qurmalısınız. Bunu sinifdə öz sinif yoldaşlarınızla edə bilərsiniz. Belə uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.